süni intellekt hələ də yaxşı iş bacarmır. Süni intellektlə video hazırlamağın mətbəxinə keçirik. Bir müddətdir süni intellektlə video hazırlamaq dəbdədir və bir xeyli məzmun hazırlayan şəxs AI ilə hazırladığı videoları sosial şəbəkələrdə paylaşır. Ancaq təəssüf ki, bu videoların çox azı təhriflərdən təmizlənib və düzgün qaydada hazırlanıb. Geri qalan bütün videolar süni intellekt hələ də yaxşı iş bacarmır sualı yaradacaq vəziyyətdədir. Məhz buna görə də süni intellektlə video hazırlamağın texniki tərəfləri barədə danışmaq lazımdır. Əvvəlcə bunu qeyd edim ki, ölkəmizdə bu ixtisas üzrə kifayət qədər effektiv təlimlər tədris olunur. Həmçinin mən özüm də axşam dərsləri adını verdiyim onlayn təlimlər keçirəm. AI ilə video hazırlamağın bir neçə üsulu mövcuddur. Bu üsulları real test etmək üçün OpenArt platformasından istifadə edəcəyik. Birinci üsul text to video, yəni mətn yazaraq video generasiya etmə. Hər nə qədər bu üsulu peşəkarlar məsləhət görməsə də, məlumatınız olması üçün göstərirəm. Platforma daxil olduqda navigator bölməsində video funksiyasını seçirik. Video generasiya ekranında model və parametr seçimləri ilə yanaşı, bir də videonun çeşidini seçə bilirik. Text to video seçdikdən sonra açılan ekran belədir. Bütün generativ AI modellərin mətn promptu daxil etmək üçün mətn qutusu olur. Biz fikrimizdə tutduğumuz videonun yazılı formasını bu mətn qutusuna daxil edirik. Daha sonra digər tənzimləmələri seçib generasiya edirik və nəticəni gözləyirik. Bu üsulun qeyri-peşəkar olmasının səbəbi budur ki, AI videoların saniyə məhdudiyyəti olur. Siz 40 saniyəlik bir iş üçün hər biri 10 saniyə olmaq şərti ilə 4 ədəd video generasiya edib onları birləşdirməlisiniz. Text to video ilə bu üsulla video hazırladığımız zaman 4 videonun hər biri məkan və xarakter davamlılığını itirəcək. Nümunə olaraq bu iki videoya baxa bilərsiniz. Hər iki videonun promptu eynidir. Ancaq nəticələr bir-birindən çox fərqlidir. Çünki bu modellərin yaddaşı olmur. Bu deyəcəyim çox vacib, amma nədənsə az dilə gətirilən bir qaydadır. Dostlar, generativ AI-ın, yəni şəkil, video, səs generasiya etdiyimiz modellərin chatbotlar kimi yaddaşı olmur. Biz hər generasiya etdiyimiz zaman məhz həmin generasiyanın daxilində istifadə etdiyimiz prompt və məlumatlara əsasən generasiya aparır. Yəni, bir öncəki videoya əsasən düzəliş yapar və ya bir öncəki videonu yenidən generasiya et kimi tapşırıqlar verdiyimiz zaman bu modellər bu tapşırığı yerinə yetirə bilmir. Son olaraq, bu üsul adətən əyləncə məqsədi ilə hazırlanan videolarda istifadə olunur. İkinci üsul image to video və ya frame to video. Yəni bizim referans olaraq verdiyimiz şəkildən video generasiya etmək. Həm şirkətlərin, həm şəxsi hesabların sosial mediada paylaşdıqları AI postların demək olar ki, hamısı bu üsulla hazırlanan videolardır. Bu üsulu 3 mərhələdə izah edəcəm ki, tam aydın olsun. Birinci mərhələ ssenarini hazırlamaq. Əvvəlcə hazırlamaq istədiyimiz videonu yazılı formada mətnə çevirməli və ya şifahi formada düşünməliyik. Yəni videonun ssenarisini qurmalıyıq. Misal, bir xanım personaj olacaq, qara rəngli bir isti geyimə sahib olacaq, Bakı şəhərində hər hansı bir küçədə kameraya gülərək baxacaq. Daha sonra kameraya yaxınlaşacaq və bu cümləni səsləndirəcək. Bu gün Bakıda hava çox gözəldir. Onu qeyd edim ki, gördüyünüz bu cümlə prompt deyil. Sadəcə videonun ilk səhnəsindən son səhnəsinə qədər nələri görəcəyimizdir. İkinci mərhələ ssenarini səhnələrə bölmək və bütün səhnələrin şəkillərini generasiya etmək. Əgər ssenarini səhnələrə bölmək sizə çətindirsə, bunun üçün bir chatbotdan dəstək ala bilərsiniz. Ssenarimizi chatbota qeyd edirik və bu tapşırığı veririk. Yazdığım video fikrini bir ssenariyə çevir. Daha sonra bu videonun süni intellekt ilə hazırlanması üçün hansı səhnələrə ehtiyac olduğunu təyin et və bu səhnələrin hər birinə şəkil generasiya edə bilməyim üçün prompt yaz. Əgər chatbot ilə yox, özünüz etmək istəyirsinizsə, əvvəl bu məntiqi yaxşı başa düşməliyik. Hər bir səhnənin bitişi növbəti səhnənin girişidir. Yəni bütün generasiya edəcəyimiz videoların sadəcə necə başlayacağını yox, həm də necə bitəcəyini düşünməliyik. Nümunə ssenarimiz üzərindən geçsək, xanımın səhnəyə daxil olması bir videodur. Xanımın kameraya yaxınlaşması ikinci video, cümləsini deməsi üçüncü video, sağollaşıb getməsi dördüncü video. Birinci videonun son səhnəsi, yəni personajın artıq kadrda dayandığı səhnə, ikinci videonun giriş səhnəsidir. Həmçinin, ikinci videonun son səhnəsi, yəni personajın kameraya yaxınlaşıb durduğu səhnə, üçüncü videonun ilk səhnəsidir və beləliklə sonacan davam edəcək. Əgər videonuzun loop, yəni təkrarlana bilən olmasını istəyirsinizsə, ilk videonun giriş şəklini son videonun bitiş şəkli olaraq istifadə edə bilərsiniz. Yekun olaraq hər bir səhnənin şəkilləri generasiya olunmalıdır və bunun üçün mən Nano Banano 2 və Pro modellərini istifadə edirəm.
Chatbotdan aldığımız bütün promptları növbə ilə OpenArt platformasında istifadə edərək şəkilləri generasiya edirik. İlk şəkli generasiya etdikdən sonra digər səhnələrdə məkan və xarakter davamlılığının qorunması üçün ilk şəkli digər növbəti şəkildə referans kimi veririk. Həmçinin ikinci şəkli də növbəti səhnənin davamı üçün üçüncü şəkli generasiya edərkən istifadə edirik və beləliklə hər şəkli növbəti şəkil üçün referans veririk. Bütün şəkilləri generasiya etdikdən sonra keçirik son mərhələyə. Üçüncü mərhələ bütün şəkilləri videoya çevirməkdir. Əvvəlcə video çeşidi olaraq image videonu seçməliyik. Bu ekranda bir öncəkindən fərqli olaraq şəkilləri daxil etmək üçün də upload ekranı mövcuddur. İstəyə bağlı olaraq sadəcə ilk səhnəni və ya həm ilk, həm son səhnəni verərək video hazırlaya bilərik. Birinci videonun ilk və son səhnələrini start end frame kimi modelə daxil edib videonun promptunu yazırıq və generasiya edirik. İkinci videonun ilk səhnəsi ilə birinci videonun son səhnəsi eyni vizual olmalıdır. Bunu unutmayaq. Bütün videoları bu formatda generasiya etdikdən sonra materiallarımız hazırdır. Finalda isə əldə etdiyimiz bütün videoları hər hansı bir production alətində ardıcıl düzərək son videonu əldə edirik. Bu After Effects, Premiere və ya CapCut ola bilər. Sizə hansı rahatdırsa. Əgər istəsək, əlavə səs effektləri ilə də videonu daha maraqlı edə bilərik. Üçüncü üsul, ssenari və storyboard ilə video hazırlamaq. Bir neçə ay öncə Kling 3 modelinin çıxması ilə birlikdə multishot funksiyası istifadəyə verildi. Artıq bu funksiya sayəsində bir videonun içində birdən çox kamera səhnəsi generasiya etmək mümkün oldu. Bu funksiyanı sadəcə prompt yazaraq da istifadə edə bilərsiniz. Ancaq bu zaman tam gücünü istifadə etməmiş olarsınız. Multishotun bizə yaratdığı üstünlük storyboard şəklini analiz edə bilməsi və bizim şəkil olaraq qeyd etdiyimiz səhnələrin ardıcıllığını qoruyaraq video hazırlamasıdır. Bu modelin yer aldığı bütün platformalarda olduğu kimi OpenArt platformasında da multishot funksiyası var. Gəlin Klingdə storyboard ilə hazırlanmış bir nümunə videoya baxaq. Gördüyümüz videonun hazırlanmasında bir ədəd şəkil və prompt istifadə olunub. Bunun üçün əvvəl bir chatbota daxil oluruq. Hansı chatbotu istifadə edirsinizsə, bu iş üçün də onu istifadə edə bilərsiniz. Daha sonra ağlımızdakı video fikrini yaxşıca izah edən bir mətn yazırıq və sonluqda belə bir tapşırıq veririk. Yazdığım video fikrini 15 saniyəlik video üçün ssenariləşdir. Hər bir səhnənin hansı saniyələrdə baş verəcəyini qeyd edərək səhnələrə böl. Əlavə olaraq bu videonun storyboard şəklini generasiya edə bilməyim üçün mənə güclü bir text to image prompt hazırla. Bu sonluqdakı tapşırığı daha da inkişaf etdirə bilərsiniz. Ssenarimiz hazırdır. Buradan kopyalayıb Kling ekranına yapışdırırıq. Daha sonra storyboard şəklini chatbotdan aldığımız prompt ilə generasiya edirik. Şəklimiz hazır olduqda onu da Kling ekranında referans kimi əlavə edirik və bu qədər. Generasiya edə bilərik. Növbəti 3 üsul video hazırlamaqdan çox əldə olan videonu düzəliş etmək sayılır. Videonu uzatmaq. Tutaq ki, bir video generasiya etmişik və çox qısadır. Hekayənin tamamlanması üçün uzadılması gərəkdir. Son səhnənin şəklini istifadə edərək yeni bir video generasiya edib bu iki videonu birləşdirə də bilərik. Ancaq bu əlavə işçilik deməkdir. Bunun yerinə elə OpenArt platformasında Extended Video funksiyasını seçirik və açılan ekranda sonunu uzatmaq istədiyimiz videonu upload edirik. 3 modeldən bizə doğru olanı seçirik və generasiya edirik. Videonun uzun versiyası hazırdır. Videoda düzəliş etmək. Videomuzda dəyişmək istədiyimiz detallar ola bilər. Rəngi, əşyanı, məkanı və ya digər hər hansı bir detalı dəyişməyə ehtiyac yarana bilər. Bu halda Edit Video funksiyasını seçirik və videonu input kimi daxil edib istədiyimiz düzəlişləri prompt formatında daxil edirik. Bu videoda qadının yerinə bir humanoid robot yerləşdirilməsini istədim. Generasiya edirik və düzəlişlər hazırdır. Bunu deyim ki, videolarda düzəliş etmə funksiyaları hər modeldə mövcud deyil. Mövcud olan modellərin siyahısı belədir. Son olaraq videonun keyfiyyətini artırmaq. Süni intellekt ilə hazırlanan videolar adətən 720 və ya 1080 piksel parametrlərdə olur. Düzdür, artıq bir neçə model var ki, bu modellərdə 4K video generasiya etmək mümkündür.
Ancaq bu xeyli yüksək xərcli bir şeydir. Bir də düşünəndə ki, hər generasiyamız uğurlu alınmır, biz bəzən istifadə edə bilməyəcəyimiz video üçün xeyli kredit xərcləməli oluruq. Bunun üçün də daha məqsədyönlü olar ki, 720 piksel generasiya etdiyimiz videonu daha sonra keyfiyyətini artıraq. Bunun üçün əvvəl Video Upscaler səhifəsinə daxil oluruq. Keyfiyyətini artırmaq istədiyimiz videonu yükləyirik və parametrləri təyin edib generasiya edirik. Bu funksiya üçün istifadə edə biləcəyimiz bir neçə model var. Mənim məsləhətim topaz istifadə etməyinizdir. Videonu bura qədər izlədiyiniz üçün təşəkkürlər. Süni intellekt öyrənmək istəyən şəxslər onlayn keçirilən axşam dərslərimizə qoşula bilər. Bunun üçün videonun altında qeyd olunan əlaqə məlumatları ilə mənimlə əlaqəyə keçə bilərsiniz. Növbəti videolarda öyrənmək istədiyiniz mövzularla bağlı fikirlərinizi rəy bölməsində qeyd edin.